Mən qadınam marafonunu niyə görə yaratmışam? Çünki bir vaxtlar mən özümdə qadın nə demək olduğunu unutmuşdum. Mən həyatımı avtopilotda yaşayırdım. Yəni avtomatik rejimdə. Hamının xoşuna gəlməyə, hamını razı salmağa çalışırdım. Yəni yaxşı qız sindromu məndə də olub. Ondan başqa da mən çox perfeksionist olmuşam. Həmişə də tələsirdim, əsəbləşirdim. Həmişə içimdə belə bir boşluq, yorğunluq və özümü itirmiş kimi bir hiss edirdim. Bir gün özümə sual verdim. Mən kiməm? Mən hardayam? Mənim ruhum, mənim istəklərim, mənim incəliklərim hardadır? Beləcə özümə qayıdış yolum başladı. Özümü bütün səhvlərimlə qəbul etməklə, ideal olmadığımı qəbul etməklə, bədənimi qəbul etməklə bu yola başlamışam. Mən bu praktikaları qiymətli daşlar kimi bir-bir toplamışam və indi bu praktikaları sizinlə paylaşmaq istəyirəm. Bu marafon ideal qadın haqqında deyil. Bu marafon real, canlı, həqiqi qadın haqqındadır. Bu marafon sənin haqqındadır. Əgər sən də yorğunluq hiss edirsənsə, özünü itirdiyini hiss edirsənsə, qadının nə olduğunu unutmusansa, bu yol sənin üçündür.